Salam, hər vaxtınız xeyirli olsun. Bugünkü dərsimizdə natural ədədlərlə bağlı olacaq. Natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsinə aid misallar həll edəcəyik. Birinci misalımızda bu ifadənin qiymətini hesablamalıyıq. 38 vurulsun 57 üstəgəl 42 vurulsun 57. Birinci olaraq burada hər ikisində ortaq olduğu üçün 57-nin mötərizə xaricinə çıxarırıq. Vurulsun 38 plus 42. Çıxılsın. Burada mötərizə daxilində olduğu üçün buradakı mənfi işarəsi müsbətlə əvəz olunacaq. Hər ikisində ortaq vuruq 37 olduğu üçün 37-nin mötərizə xaricinə çıxarırıq. Vurulsun 38 plus 42. Burada da hər iki ortaq vuruq 38 plus 42 olduğuna görə bərabərliyimizdə 57 vurulsun 80. Yəni 38 plus 42-nin cəmi hər ikisində 80 elədiyi üçün 57 vurulsun 80, çıxılsın 37 vurulsun 80. Burada da 80-i mötərizə xaricinə çıxardıqda 57 çıxılsın 37 qalır. Bunun qiyməti 20 eləyir. 80 ilə hasili cavabımız elədi 1600.